dostlarım, hamınızı salamlayıram. Bugün mən çörəyimizi duxovkada yox, babaannələrimizin o vaxtki adət-ənənələrimizlə tavada bişirirəm. Çörəyin bir üzü bişib, bir üzündə çörmüşəm, o biri tərəfi də bişsin. Hələ ki bişməyib. Tam bişəndə sizə göstərəcəm. Yəni bu tava çörəyin kündəni qoymuşam. Özü-özünə burada necə deyirlər, biraz necə deyirlər, əllə toxunmursan, azca havalanır, biraz hündür olur. Qoyursan bişməyə. Bişəndə də içi olur puç-puç qəşəng. Hələ ki baxın, görün necə gözəl altı bişib. O üzündə çörmüşəm, üzü də bişir, tam bişsin. Mən sizə göstərəcəm, mənim gözəl izləyicilərim. Və onu bölüb sizə göstərəcəm ki, içi necə yumuşaq, puç-puç xəmir olan şey içində qalmır. Yəni elə səliqə ilə bunu bişirirəm, həvəslə bişirirəm. Baxın, tava çörəyimiz hazır oldu. Yəni çox gözəl, möhtəşəm alındı. Bunun alt hissəsidir. Bu da onun üst hissəsi. Çörəkdir, özü belədir, qox, yumuşaq. Belə yumuşaqdır. Baxın, görün necə gözəl. İndi çalışacağım mən bunu bölüm. Bir əlli çəkirəm, görün. İçinə baxın, görün necə puç-puçdur. Maşallah olsun. Görün, görün, görün. Necə də qəşəng. Görün, baxın diqqətlə. Görün necə bişib, heç bir qram demək olar ki, xəmir addır. Elə bir ki, xəmir döyürü, bu adicə pəşmək bir şeydir. Çox dadlı, çox gözəl çıxdı. Arxa hissəsi, üz hissəsi, bu da onun, görün, necə də bişib. Əla, ləzzətdir. Sizə də tövsiyəm budur, evdə bişirin. Salam, necəsiz? Bugün mən aş süzürəm. Yavaş-yavaş qoymuşam. İndi bu birazdan süzüləcək, hələ ki yumuşalmayıb. Sonra burada ləvəngilimi qovururam. Suyu çəkilsin, birazdan yağ əlavə edəcəyəm. Cənub zonasının ləvənginidir bu. Yavaş-yavaş qorulur burada. Burada da dostlarımız, tabakamız bişir yavaş-yavaş. Tabaka bişsin, düyümüz də süzülsün, ləvənginimiz də qovrulsun. Ondan sonra hazır olanda mən sizə göstərəcəm, mənim əziz dostlarım. Hələ ki düyümüz qaynayır. Hardası bir yarım saatdan çox vaxt lazımdır. Buna da bir suyu çəkiləndən sonra yağını töküb qızardacağım ləvənginimizi. Toyuq da ki qəşəng orada tabaka olsun. Düyünün üstünə qoyub yemək, mənim əziz, gözəl dostlarım. Dostlar, yeməyimiz hazır oldu. Tabakamız pişdi. Bu da ləvəngidir böyründə. Bu bizim şorabamız. Bu da düyümüz hazır oldu. Bir dənə düyünün üstünə yağ qalır.